Qardaşlar, burada 3 gündür balıqçılıq eləyirik. Bizimlə bərabər tam belə necə deyərlər təsadüf. Bizim BBK klubunun, Azərbaycan BBK klubunun idmançıları da Sazanovuna gəliblər. Bir gedəyin onları da ziyarət eləyə görə nə deyirlər. Qardaşlar da Sazanovuna gəliblər. Bir gəldik, salamlaşaq, görək ki, bunlar da bu günləri nə cür ov eləyiblər, bu 3 günü necə keçirdilər burada. Aydın Bayramov, Bakı Balıqçılar Klubunun nümayəndəsi, idarə heyətinin nümayəndəsi. Ov biraz zəifdir, su hələ ki qızmıyor. Baxmayaraq ki, ərazidə yemləndi, yemlər də müxtəlif oldu. Su da burada, su da neçə gün. Su hələ ki o temperatur səviyyəsinə gəlib çıxmıyor deyə, hələ ki balıq aktivdir. Düzdür, bir vuruşumuz oldu. Nizam da oradaydı, çəkilişindən hiss olundu ki, ağır balığı idi. Balığı yaxşı balığı idi, amma o özünü qamışa bastığına görə... Karyagaya bastı özünü, düzdür. Suya da girdik, son nəticə olaraq çıxdı. 3 gün ərzində bir dənə o oldu. Hələ ki buradayıq inşallah. Bir dənə də gecə vuruşumuz oldu. Gecə vuruşu Nihat oldu. Qardaşla bir dənə gecə vuruşu oldu. O da tam oturmadı. Amma balıq aktivliyi çox zəifdir. Mən özüm də yəni 3 gündür buradayam. Eyni şəkildə bir-birimizi də görürük. Çox yaxın məsafədir. Demək odur ki, balıqçılıq hal-hazırda biraz elə bil biz açılışını elədik bu balıqçılığın. Amma birazdan aktivləşəcək balıq. Plus da işin 50% balıqçılıqdır, işin 50% da kempingdir. İstirahət. Düzdür. Nihat Camal, Hüseyin Qeybi qardaşımız, hamısı hal-hazırda Sazanovundadılar. Hərəsinin öz fikri var bu ovçuluq haqqında. İstəyirsiniz bir Nihat da danışsın, görək Nihat nə deyir? Deyiləsə elə böyük bir söz yoxdur. Aydın dediyi kimi, su hələ tam qızmayıb deyə balıq o qədər aktiv deyil. Gecələr özünü verir sahil tərəfə. 2 dəfə cəmi vuruş, amma nəticə olmadı. Olacaq, bundan sonra inşallah ki olacaq. Bizim Hüseyin qardaş əsas texniki işlə, yəni ki lotka ilə gölün tam xəritəsini çıxartdı. Özü bu haqda qoy bir danışsın. Yəni ki, elə botu da qoy yanına. Diperimiz var, indi nizamın özündə də vardı, yəni arxadan bağlı gölün demək olar ki 80-90% xəritəsini çıxartmışıq. Yamalar hardadır, dərinliyi harda çoxdur. Yəni o balıq harda cəmləşib. İndi demək olar cəmləşməyib də, balıq dağılıbdır, hər tərəfdə var, ona görə biraz çətindir ovlamaq. Yəni bizdə niyyət düzdür balıq tutmaqdır, amma əsas odur ki, görə problemlərimiz hardadır, nədə səhv edirik, onları aradan qaldıraq ki, bu dəfə olmadı, gələn səhv gələndə yaxşı tər nəticə alaq. Gəlirik da inşallah Allahın ümidi ilə. Bu işlərin içində ən əsas sualtı xəritəni çıxartmaq. Bunun da 2 şəkli var. Texniki, yəni texnika ilə, elektronika ilə, bir də ki əllə. Biz markirovka olaraq biz onu elədik, yəni ki bu göldə ancaq elektronik xəritə ilə məşğul olduq. Hüseyin qardaş çox gözəl işlədir bu şeydən, anlayışı daha gözəldir. Bütün buranın 3D su altının 3D skanını çıxarıb, yəni ki bizim əlimizdə tam xəritə var. Yəni buradakı gələn dəfəki balıqçılığımız daha bizim üçün hasand olacaq. Ona da inanırıq ki, şansımız gələn dəfə bol olacaq. İndiki vəziyyətindən hardasa bir 10-15 metr qabaqda olub. İndi il ərzində yığılan bütün zirzibillər qabaq sahil boyudur. Su qalxandan sonra həmin zibillər də qalıb. Bizdə də həmin zibilin ucbatından balığı çıxarda bilmədi. İlişkənlik var, su altında ilişkənlik var. Həmin məsələ oldu. Ona görə su hövzələrinin təmizliyinə maksimum dərəcədə nəzər yetirmək lazımdır. Yəni bu təkcə bu balıq ovudur.
bizdə də elə Təbiəti qorumaq lazımdır. Mütləq Təbiət şəkildə. bizim necə deyirlər evimizdir. mütləq Hamımızın şəkildə. evindir. Bir Bax də- bu dəqiqə bax təbiətdəyik. Bir də bu Avropada əsas carfishingdə istifadə olunan boyunlardır, pulpaplardır. Bunu maksimum dərəcədə biz burada testdən keçirdirik ki, yəni bizim bu su hövzələrindəki balıqlar bunlara necə reaksiya verir. Bəlkə də o tradisionlu deyəndə necə deyirlər ona, ənənəvi üsulla balıq ovu tutulsaydı burada, yəni tutulardı. Sadəcə olaraq bizim istifadə elədiyimiz yemlərin 99%-i, yəni bizim su hövzələrinə aid olmayan yemlərdir. Onların testini Biz onları tanış eləyirik. Onun testlərini keçirdirik. Həmin o heyvansal pelislərdir, heyvansal boylalardır. Amma nəticə var. Yəni ən azından Nizam qardaş əgər həmin o yemə düşdüsə, sonra Nihat qardaş da həmin yemə düşdüsə, yəni demək bizim su hövzələrində də onları istifadə eləmək olar. Ən əsası tərkibi kimyəvi maddələrdir. Tam təbii maddələrdir. Yəni yemləməni də əsas bu botla olunub. Yəni bu botun üst hissəsi bokslarla doldurulub. Doldurulmamışdan qabaq əvvəlcədən hesablanmış xəritələr, nöqtələr, seçilmiş nöqtələrlə yemlənilib. Hələ ki balıq aktivdir. Hələ bir balığımız da var. Onu bütün klublar adından buraxılacaq bu gölə. Ona görə ki, mehribançılıq olsun. Nizama da təşəkkürümü bildirirəm, ən azından çəkir, göstərir, maarifləndirir bu sahədə. Qardaşlar, bizim nətər deyərlər, yem cəhətdən tam belə yemlər haqqında məlumatı olan, yemləri araşdıran, yem istehsal edən qardaşlarımızdan biri də Ceyhun qardaşımızdır. Hazırladığı Yəni bax bu Ceyhunun bu yem cəhətdən təcrübəsi çoxdur. Mən istəyərdim ki, Ceyhun özü bu 3 günlük buradakı balıqçılığından az da olsa məlumat versin ki, hamıya agah olsun ki, yəni bu carfishing balıqçılığı hardan başlayır, harda qurtarır Ceyhunun gözü ilə. Bizim üçün çox bir təzə göldür. Belə bir göl, yağın ki, bu Şəmkir ola bilər, bir dənə Mingəçevir. Yəni onların razmeri var, böyük bir göllərdir. Bu ona görə Balaca çox. olduğunu ötürü çox gözəl relyefi var. Sualtı relyefi çox belə idealdır balıq. İntereslidir, çox maraqlıdır. Əlbəttə ki, burada təhqiqatlar gedir də bu dağın içində. Bu dağın içində təhqiqatlar gedir. Yəni vırış da Biz bu 3 olub. gün ərzində çox şey sınadıq. Çox şey Küləyin sınadıq. səmtini, günün hardan çıxıb, harda batdığını Allah şahiddir. İndi məsələn Ceyhun özü də elə şeylərə diqqət eləyir. Ayına görə balığın hərəkətini biraz elədik, öz aramızda diskussiya elədik. Bu zona, Şamaxı zonası biraz hündürdə olduğundan burada biraz başqa cürə balıq özünü göstərir. Çox intereslidir. Həm də ki, göl özünü ötürü, razmeri ötürü çox balacadır. Çox balacadır və çox dərin. Balıq çeşidi də. Balıq çeşidi burada, bax o da maraqlıdır. Kənd cəmaatının buradakı balıqçıların dediyinə görə naxa da var, durna da var, sazan da var, amur da var, belamur da var. belamur da var da, yəni belamur. Amur, Yəni bu balıqların hamısı var burada. Bizim bu yemlərlə bu göldə balıq tanış deyil. Bunun qırağına baxırsan, bucağına nə bitir, nə bitkiləri var. Yəni bu fikir verirsən, belə şeylərə diqqət edirsən. Bu yemləri tökəndə o demək deyil ki, bu yemi tökən kimi balıq buna gələcək. O tanış olmalı. O tanış olmalıdır o yemlə. Müəyyən bir vaxt getməlidir. Bunu öyrəşdirirsən və ondan sonra bilirsən nə var, nə var. Ondan savayda indi bax bu günləri gördüm ki, bizim qardaşlar hələ buradadır, indi gələcəklər bunlar da. Malyok tutublar. Balaca malyoklar. Onlar böyümür. Yəni o balıq böyümür. Mən o malyokları belamur Mən elə bildim belamur, amma belamur deyil. Yox, onun forması başqadır. O bir növ kambozik deyirlər onlara balığa. Adları var. Onda böyüməyən balıq. Ola böyümürlər. Bax, balığın elə bir ki, yemi, bax bu dansında o təşkil edir. Ola bilir. Ola bilər. Ola bilər, yox, o 100% o təşkil edir. Toxluğundan da bəlkə bizim vuruşlarımız az oldu. Əkin zonası yoxdur. İndi kənd cəmaatı da gəlir çörəklə, qurtla, yəni heyvansal yemlərlə tuturlar da, yəni ki, naxay da həmin kimi tutublar heyvansal yemlərlə. Ona görə də bu yemlərimiz bu günləri, yəni ki, 3 gün doğruduyuq, işlədik. Bəli, paklovka var, amma o da yaddan çıxartmıyor ki, su dərindir.
Bu yemin dəqiq işləməyin biz biləcəyik Gələn dəfə. gələn səfər. Gələn Gələn səfər. səfər biz gələcəyik bəzi Balıqlar bu dəfə yemlə tanış oldular. Hə. Bir də ki balığın özün qəşəng bilirsən ki, qış aylarında su soyuq olur yenə. Balıq Amma o qədər Temperatur da 3 dərəcə fərq elədi. Gələn günü 9 idi. 9 idi. İndi 13-dür. Yavaş görsən 12, bax 13. sən tərəfə Hə. çəkildi, qıraqdan balıq binəsini götürə Hə. bildin. Hə. Niyə? Çünki gəldi dayaza. Dayaza qalxır. Dərindən dayaza qalxır. Bu aylarda yəni balıq elə bil ki öz yerindən qalxır, yatdığı yerdən qalxır, daha dayaza, isti soldan bir kanal tutur. Bir dənə məsələ var ki, biz bu gölü skan elədik. Yaxşıdır ki bizdə Exolot. exolot var. Həmin o exolot başqa bir tip dipirdir. Hansı ki 3D modelirованиය eləyir onu, dibin. Yəni bütün dərəni, təpələri, gölün bir yüzü təmiz dərədir. Yəni relyefdən başa düşürük ki, bu yanın bütün dərədir və çıxış bax bu tərəfədir. Yəni sən tərəfə Nizam. Hə. Çıxış sən tərəfə gedir. Orada da var, amma orada çox gəzmir o. Çünki ona yavaş, tədricən qalxmaq lazımdır. Birdən-birə qalxa bilmir deyənə. Ona görə sən tərəfdən zonadan kənd cəmaətdə gəlir burada otur deyənə. Bilirlər ki, burada balıq vurur. Amma səbəbi nədir bilmirlər. Yəni bu qədər hələ ki, indi çəkilişlərimiz hələ olacaq inşallah burada. Qardaşlar, bizim Azərbaycan Carp Fishing klubunun ustadlarından Vüqar usta ilə Nihal usta da buradadır. Bir onların da sektoruna baxaq, görək onlar nə cür balıqçılıq ediblər, onların təfərrüatları nədir bu balıqçılıqda. Vüqar usta, Nihal usta. Salam. Hə. Necə deyirlər, öz araşdırmalarını eləyiblər, seçdiyi nöqtələrə yemləyib balıqlarını tutmağa çalışırlar. Yəni çubuqları sudadır. Bizim Nihal qardaşımız da hamı tanıyır. Azərbaycanı xarici dövlətlərdə təmsil edən qardaşlardandır. Türkiyə çempionatında, Qazaxıstan çempionatında. Ona görə mən istəyərdim ki, bizim Nihal qardaş da bir-iki kəlmə bu balıqçılıq haqqında bir şey danışsın. Vüqar usta bir-iki kəlmə danışsınlar. Bu 2 günlük balıqçılıqda nə gördülər? Xoş gəlmisiniz. Oturmuşuq, gözləyirik indi inşallah nəsə olar. Yemləmişik. Spiniklərimiz, uduskalarımız sudadır. İnşallah nəsə olar. Hə Nihal usta. Nətərdir? İlk öncə yaxşıdır. Yaxşı balığımız yoxdur lakin inşallah Balıq olar. opşu balığımız var. Balığın olmama səbəbi də biraz o hava temperaturunun, hava dəyişməyin, yəni belə bir ölçüdə götürürük biz. Qismət Allahdan bazı yemlərdən istifadə eləmişik, yerimizi, nöqtələrimizi tapmışıq, çubuqlarımızı atmışıq. Balığı da gözləyirik, inşallah olar. Nizam qardaşlar olubdur, nəticə var. Yəqin ki, onu da paylaşacaq. O nəticə hamımızın adından olacaq. Bu Şamaxıya Belə bir tədbir eləmək istədik, Hə. üzr istəyirəm. Bir gələksin, yoxlayaq, bir təklif olundu. özümüzün üstündə, Hə. üzərimizdə biraz işləyək. Və Azərbaycan bu balıqçılarına da tövsiyəm olar ki, belə bir mədəni balıqçılığına keçmək lazımdır ya Azərbaycanda da. Getdiyimiz yerləri salqarı səhmanında saxlayaq. Ev yox, bizim zibilimizdəysə o zibili də götürək, o bizə bir ağır bir yük olmaz mənə elə gəlir ki. Həm cavan balıqçılara, təzə başlayanlara tövsiyəm, məsləhətim bu olar ki, mədəni balıqçılığı öyrənib inkişaf elətdirək, ölkəmizi təmsil eləyək. Mədəni balıqçılıqda. Ya siz valla balıq olmasa da adam o qədər xoş gəlir ki, belə gözəl təbiət, havan soyuğu, istisi, yağışı, amma adama xoş gəlir. Adam özü bir ləzzət alır ondan. O Öz təbiətimizdir, təbiətimizi qoruyaq. Etika ilə, mədəniyyətlə, necə deyim, hörmətlə. balığımızı tutaq, kürülü balıqlarımızı buraxaq. İndi təbii ki, balıq aparan onsuz da aparır. Bizdə sportivdir, hamı bilir ki, biz tutduğumuzu buraxırıq, kürülü oldu, olmadı, fərq eləmir. Amma ən əsas o kürülü balıqları, balaca ölçüdə olan balıqları buraxaq, geçsin ki, o artsın, artım O davam bizim eləsin. Carp Fishing klubun devizinə gəldi, çıxdı.
yaşat ki, gələcək nəsil yaşasın. Bəli. Yəni ki, bu biz yaşatmasaq, siz yaşatmasaq kim yaşadacaq bunları? Bəli. Bunu bir özünüzdə bir düşünün. Yəni bu bir məsləhətdir. Necə deyirlər, peşəkar idman carfishing ilə məşğul olan qardaşlardan sizə. Deyirəm, Vüqar, maşallah öz əl işindir, rotbotun. Hə, buzbar, hə. Buzbarların öz əl işindir. Mən bilən ki, bu ilk şeydir, yoxsa bundan qabaq yoxladın bunu? Yox, elə ilk budur. Hə. İlki buzbardır. İnşallah da ki, Allah balığını versin. Çox gözəl, nətər deyərlər, əl işim var. Balığım da ki, dünəndən bu yana vuruş oldu səndə, yoxsa yox? 2 dəfə paklovka olub götürməyib. 2 dəfə vuruş Hə, olub, 2 dəfə vuruş olub götürməyib. Hop. Gözəllik. Qardaşlar, necə deyərlər, balıq gözləyirik. Bu balıqçılığın ən belə səbirli vaxtı, ən gözəl vaxtıdır ki, oturmusan balığı gözləyirsən ki, balıq vursun. Səbir tələb eləyən bir Səbir işdir. tələb eləyən. Ən Elə olur gözəl ki, hobbi. günlərlə otururuq, saatlərlə otururuq, o balığı biz yemləyib, ora cəlb eləyib, o balığı tuturuq. Yəni bu carfishing, ümumiyyətlə sazan ovçuluğu səbir tələb eləyən bir şeydir. Gedim, tutum 1 saata, 2 saata belə şey yoxdur. Yəni səbirli olsanız, istədiyiniz nəticəni əldə eləyəcəksiniz. Düppədiz. Qardaşlar, 3 günün sonu Azərbaycan Carfishing klubu nəticəsi bir dənə tək balıq. O da necə deyərlər, adına layiq balıq. Şamaxıdan tutuldu. Çəkəcək, baxacaq kilosu. Çıxan nəqdir? Ya Allah. 0-0. Getdi tərəzi. Ya bismillah. Deyəm də, buraxdı vesini. 8 kilo dayanmadı. 8-700. 8-700. 9 kilo 250 idi birinci çəkəndə. Təh. Daha 2 gündür setkadadır. Çıxanda belə eləyəydin, Oba. Deməli, qardaşlar, Şamaxıda 3 gün balıqçılıq elədik. Azərbaycan Carfishing olaraq bu balıq 3 komandanın balığıdır. Askarp komandası, BBK komandası, Delfin Fish komandası. Demək olar ki, bir yerdə bu 3 günü keçirdik. Balıq hamınındır. Bu balığı bütün balıqçılar və balıqçı klubları, balıqçı komandaları adından Şamaxı gölünə, tutduğu yerə buraxıb Şamaxı cəmaatına hədiyyə edirik. Qoruyun bu balığı. Yaşat ki, gələcək nəsil yaşasın.